ən gözəl, ən əzəmətli hədislərdən biri Əbu Dərdanın hədisidir. Hansı ki buyurur, Səmiyyət Rasulullah sallallahu aleyhi ve sellem yəqul, Mən sələkə tariqən yəltəmisu fihi elmən səhhəlallahu ləhu bihi tariqən eləl cənnə. Kim elm yolunu, elm axtarmaq yolunu tutarsa, Allah subhanahu ta'ala bu səbəbilə onun cənnətə gedən yolunu asanlaşdırar. Və innəl mələikətə tədəu əcnihətəhə li talibil ilm, ridan bimə yəsnə. Və həqiqətən mələklər elm tələbəsinin qarşısında qanatlarını sərir, yerə sərir deyək, qanatlarını onun etdiyinə, yəni elm tələbəsinin məşğul olduğuna etdiyi nədir? Tələb etmək, yəni tələb etmək. Bimə yəsnə, etdiyinə razı, ridan bimə yəsnə, razılıq olaraq. Yəni elm tələbəsinin tutduğu yola razı olaraq mələklər öz qanatlarını elm tələbəsinin qabağında sərirlər. Sonra hədisin davamında Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Və innel alimə la yestəğfiru lehu men fis semavati və men fil ard." Həqiqətən alim üçün göylərdə və yerdə kim varsa Allahdan bağışlanma diləyir. Hətta el-hitanu fil ma. Hətta balıq dənizdə olan balina alim üçün Allahdan bağışlanma diləyir. Fadlul alim aləl-abid və buyurur Peyğəmbər sallallahu əleyhi və səlləm və alimin abid üzərində fəziləti, üstünlüyü. Kəfadlil qamari alə sairil kəvakib. Ayın digər ulduzlara, göydə baxdığımız zaman ayın digər ulduzlara nisbətən üstünlüyü qədərdir, üstünlüyü kimidir. Yəni ay ulduzları nə qədər bizi böyük görsənirsə, işığı çoxdursa, eləcə də alimin də abiddən xeyri, üstünlüyü, dərəcəsi o qədər çoxdur. Sonra buyurur: "İnnel uləmə vərəsətul ənbiyə." Sallallahu əleyhi və səlləm buyurur: "Həqiqətən alimlər peyğəmbərlərin varisləridir. İnnel ənbiyə ləm yuvarisu dinaran və la dirhaman." Buyurur ki, alimlər, peyğəmbərlər dinar və dirham miras qoyub getməmişlər. İnnəmə vərrasu əl-ilm. Onlar yalnız nə qoyub gediblər miras olaraq? Elm. Fəmən əxədəhu əxdə bihazzin vafir. Və kim bu faydan götürmüşsə, bunu götürmüşsə, böyük bir nəsib götürmüşdür. Böyük bir pay götürmüşdür.